Realda xəbər axını davam edir. Sosial sahə ilə bağlı ətraflı məlumatlar almaq istəyirsinizsə, gözünüz bizdə olsun. Beləliklə başlayırıq. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən hazırlanan əl işləri çox yaxın zamanda satışa çıxarılacaq və biz onlayn formada həmin əl işlərini ala biləcəyik. Bununla da təkcə dəyərli əşya qazanmış olmayacağıq. Həmçinin həmin əl işlərini hazırlayan əlilliyi olan şəxslərə də dəstək göstərmiş olacağıq. Təfərrüatları studiyamızın qonağı olacaq, onunla müzakirə edəcəyik. Amma əvvəlcə Dost TV-yə bağlanırıq. Həmkarım xanım Yadigarlı son günlərin sosial hadisələrini təqdim edəcək. Xanım, söz sizindir, buyurun. Hər vaxtınız xeyir Aybəniz, sizi və tamaşaçılarımızı Dost TV studiyasından salamlayıram. Bu həftə sosial xülasədə biləcəksiniz ki, Dost Agentliyində Beynəlxalq Əmək Təşkilatının baş direktoru Jillian Hogbanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Onlar əvvəlcə bir saylı Dost mərkəzi ilə tanış olublar. Daha sonra görüş zamanı Nazir Anar Əliyev Azərbaycanın sosial sahədə apardığı islahatlar barədə məlumat verib. Dövlət Məşğulluq Agentliyi Laçında növbəti əmək yarmarkası keçirib. Yarmarkada 9 işə götürən tərəfindən həkim, elektrik, xəzinədar, aşpaz, sürücü, təsərrüfat işçisi, ofisant, qeydiyyatçı, gözətçi və sair kimi vakansiyalarında yer aldığı 213 vakansiya təqdim olunub. Sosial sahə üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-mart ayları ərzində 6 milyon müraciət daxil olub. Ölkənin sosial reyestri olan e-sosial portalından həmin dövrdə 3,3 milyon dəfə istifadə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin prezidenti Adam Kosa və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatının prezidenti Yosif Stavrakakis ilə görüş olub. Nazir Anar Əliyev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, yaradıcı potensialının inklüziv mühitdə inkişaf etdirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ilk rübündə təxminən 4500 nəfər əlilliyi olan şəxsə 29400 reabilitasiya vasitəsi verilib. Bunlardan 2100 təkərli oturacaq, 674-ü aşağı və yuxarı ətraf protezi, habelə 282-si eşitmə aparatı, 1300-ü əsa, qoltuq altı və dirsək altı ağac və digər reabilitasiya vasitələridir. Bu həftəyə təqdim edəcəklərimizdən bu qədər. Söz yenidən həmkarım Aybəniz Məhərrəmovadadır. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik. Ətraflı məlumatlar üçün çox təşəkkür edirik dostlar. Biz isə Realın studiyasında yenidən öz işimizi davam etdiririk və artıq qonağımız da gəlib. Beləliklə, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari bizimlədir. Xoş gəlmisiniz. Xoş gördük. Mən də ilk olaraq sizi salamlayıram və sizin studiyanıza dəvət etdiyiniz üçün xüsusi təşəkkürümü bildirirəm. Bununla yanaşı, belə bir həssas məqamlara, həssas mövzulara ki, toxunursunuz. Xüsusi təşəkkürlər. Çox sağ olun. Elnarə xanım, Dost İnklüziv Yaradıcılıq Mərkəzinə daxil olanda adamın ürəyi açılır. Bir yandan pianonun səsi, digər tərəfdən tar, biri musiqi oxuyur, gülüş səsləri. Benefisiarlarımızın əl işlərinə də ki, söz ola bilməz. Gözümüzü oxşuyur daima. Və bu yaxınlarda biz artıq həmin o gözəl əl işlərini ala biləcəyik. Belə bir xəbərimiz var. Düzdür, siz gəlməmişdən öncə artıq tamaşaçılara mən biraz məlumat verdim bu barədə, amma mərkəzin direktoru hər halda daha ətraflı məlumat verəcək bizə. Bildiyiniz kimi, dövlət tərəfindən əlilliyi olan şəxslər üçün həm onların sosial müdafiəsi sahəsində, onların tibbi sosial reabilitasiya sahəsində müxtəlif və böyük bir işlər həyata keçirilir. Və bununla yanaşı Əmək və Sosial Müdafiəsi Nazirliyi tərəfindən, onun təşkilatçılığı tərəfindən müxtəlif sərgi yarmarkaları keçirilir və orada bizim benefisiarlar üçün belə bir şərait yaradılmışdır. Həmçinin də onların maddi maarifləndirilməsi istiqamətində də, yəni bu istiqamətdə işlər də aparılsın. Və bu məqsədlə artıq satış portalı kimi elektron vasitəsilə bizim benefisiarlarımızın orada əl işləri əks olunacaq və benefisiarlarımız həmçinin də maddi tərəfdən də, yəni bu kimi istiqamətdə öz işlərini də satıb, yəni artıq bəzi məsələlərini qarşılaya bilsinlər. Və bu kimi, yəni bu yaxınlarda bildiyiniz kimi Cənab Prezident tərəfindən xüsusi sərəncam imzalanmışdı.
və bizim elektron satış portal vasitəsilə əlilliyi olan şəxslərin əl işlərini və onlara cəmiyyətə tanıdılması və həmçinin də satış proseslərini yekunlaşdırmaq üçün bax bu kimi satış portalı hazırlanmışdı. Hələlik bu proseslər davam etdirilir. Bu qanunlara görə həmən gəlirlərin məcburi dövlət sığorta hissəsindən tamamilə azad olunacaqlar və sırf onların satış prosesini cəmi 2% vergi tutulacaq. Və məncə bu dövlət tərəfindən böyük bir töhfədir bizim əlilliyi olan şəxslər üçün və bu istiqamətdə də gələcəkdə müxtəlif işlər aparılacaq. Həmin şəxslər çox istedadlıdırlar, görürük bunu da, görməmək mümkün deyil. Və onları bu uğura aparan yol mütləq ki, istəkdir. Amma istəyin formalaşması məsələsi də var və bunun formalaşması stimuldan asılıdır. O stimulu onlara necə verirsiniz? Gəlin ilk öncədən mən bir məlumat da verim, qısa məlumat da olsa verim. Bizim mərkəz Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan bir müəssisədir. Artıq 3 ildən biraz çox fəaliyyət göstəririk və bizim əsas xidmət dairəmiz həssas əhali qruplardan olan vətəndaşlara onların yaradıcılıq potensialını inkişaf etdirmək, aşkar edib inkişaf etdirməkdədir. Və bildiyiniz kimi, yəni biz şərti olaraq onları benefisiar adlandırırıq və həssas kateqoriyadan olan şəxslər kimlərdir? Şəhid ailələrin üzvləridir, vətən müharibəsi əlaqədar olaraq əlilliyi olan şəxslər və onların ailə üzvləri, az təminatlı ailələr, valideyn himayəsindən məhrum olan uşaqlar və əlbəttə ki, əksəriyyəti əlilliyi olan şəxslərdir. Və bu 3 il ərzində doğrudan da bizim uğurlarımız çox olub. Məsələn, bizim benefisiarlarımızın əl işləri müxtəlif həm ölkə daxili, həm beynəlxalq platformalarda sərgilər ki, təşkil olunub və həmən sərgilərdə bizim əl işlərimiz, bizim uşaqların əl işləri orada sərgilənib, böyük maraqla qarşılanıb və yəni bu uğur kimi artıq yəni bir neçə uğura əl atmışıq. Bununla da yanaşı 2 fevral tarixi Gənclər Günü ərəfəsində cənab prezident xüsusi bir sərəncam imzalanmışdı və bu gənclərin sırasında bizim üçün əslində qürur edici bir faktordur. Bizim bir məzunumuz Fatimə İsrafilova, kamança ifaçısı istiqaməti üzrə bu gözəl bir təltifə layiq olunub. Həmçinin də bizim digər benefisiarımızda məzunumuz Rəvanə Ağamirova, o vokal istiqaməti üzrə eynisi də təltif olunub cənab prezident tərəfindən. Gördüyünüz kimi, yəni bu doğrudan da təqdirə layiq belə bir hallardır və bununla yanaşı bizim digər benefisiarlarımız, təlimçilərimiz, məsələn Dost İsmayılı evində bizim təlimçimiz Fuad Musayev və məzunumuz Tofiq Tağzadə, onlar Gənclər Rəssamların Birliyinin üzvü seçiliblər. Və nə gözəl belə bir hal da var bizdə. Bizim 5 benefisiarımız artıq bizim mərkəzdə öz təlimlərini bitirdikdən sonra ali təhsil ocaqlarında öz yaradıcılıqla bağlı öz artıq potensialını inkişaf etdirmək üçün artıq tələbə adı qazanıblar. Və mən demək istəyərdim ki, yəni stimul verən bizdə amillər çoxdur. Ümumiyyətlə bizim mərkəz böyük bir ailə kimi dəyərləndirilir və bura gələn hər bir benefisiar özü bir ailənin bir parçası kimi, bir üzvü kimi hiss edir. Burada səmimi ünsiyyət qurulur, bacarıqlara olar müxtəlif təlimlər üzrə bildiyiniz kimi bizim 14 fəaliyyət istiqamətimiz var və həmən o kurslarda onlar bütün təşkil olunan təlimlərdən onlar yararlanırlar, müxtəlif bacarıqlara yiyələnirlər və bir məqamda mən xüsusi qeyd etmək istəyərdim ki, bizim musiqi yaradıcılıq istiqamətində həmçinin də görkəmli incəsənət xadimləri də bizimlə fəaliyyət göstərirlər. Bizim benefisiarlar onlarla bir səhnəni bölüşdürmək, onlardan təcrübə almaq, yəni
bu onlar üçün həyatında bəlkə də böyük bir töhfələr verəcək, böyük bir təkanlar verəcək. Məsələn, bizim mərkəzdə belə bir görkəmli incəsənət xadimlərinin də adlarını sadalasam özünüz başa düşəcəksiniz ki, hansı biz o kateqoriyanı nəzərdə tuturuq. Burada görkəmli incəsənət xadimi Vaqif Gerayzadə, Teyyib Aslanov, Emil Afrasiyab, prezident mükafatçısı Mustafa Mehmandarov, Humay Aslanova, Elnur Mikayılov, Şəxriyar İmanov və digərləri kimi Tarifeylərimiz. Əlbəttə ki, bəli. Belə bir görkəmli bir şəxsiyyətlərlə artıq bizim benefisiarlar səhnəni bölüşürlər və onlar öz təcrübəsini artıq onlara ötürürlər və bəlkə də özünə inam kimi, bax belə bir hissləri onlarda daha da artır və mən əminəm ki, bizim artıq uşaqlarımız gələcəkdə öz sözünü deyəcəklər və səhnədə biz doğrudan da onların adlarını eşidib böyük bir qürur hissi keçirdəcəyik. Öz sözünü deyənlər də Mütləq var hazırda. olacaq. Cəmiyyətdə kifayət qədər tanınmış şəxslər var, hansı ki, sizin benefisiarların içərisindən çıxıb. Biz bu 3 il ərzində artıq 100-dən çox tədbirlər keçirmişik və bizim əsas məqsədimiz odur ki, həmən həssas əhali qruplardan olan istedadlı benefisiarlarımızı cəmiyyətin bütün proseslərə artıq aktiv olaraq cəlb edək. Məsələn, müxtəlif konsert proqramları keçirilir, sərgilər təşkil olunur, master-klasslar təşkil olunur və vaxtaşırı da əlbəttə ki, biz bizim benefisiarlarımızı məsələn, muzeylərə, parklara, qulluqlara aparırıq və o da onlarda doğrudan da böyük bir stimul, motivasiya verir ki, onlar sonra onların əl işlərində, yəni belə bir pozitiv bəlkə də hisslərlə öz fantaziyalarını, ideyalarını əks etdirə bilirlər. Və yəni bunu da mən xüsusilə qeyd etmək istəyirəm ki, bizim ölkə rəhbərliyi tərəfindən bizim mərkəzə, bizim uşaqlara xüsusi diqqət var. Siz məni qabaqladınız. Mən bu məsələyə diqqət çəkmək istirdim. Hansı ki, həmin benefisiarların uğurlu olmaq məsələsinə heç şübhəsiz ki, onların cəmiyyətdə bu dəqiqə ad-san qazanmasının səbəbkarı onlara təlim deyən şəxslərdir, yəni peşəkarlarımızdır. Əlbəttə. Elə yeri gəlmişkən, artıq adını da vurğuladınız, Emil Afrasiyabdan bir müsahibəmiz var. İcazənizlə müsahibəni təqdim edək, daha sonra davam edəcəyik yenidən studiyada. Baxaq. Bildiyiniz kimi Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi xüsusən mən hətta belə adlandırardım ki, mədəniyyət sektoruna aid olan bir mərkəzdir və yaradıcılıq burada yüksək səviyyədədir. Bizim məqsədimiz məhz ondan ibarətdir ki, mütəmadi şəkildə keçirilən tədbirlərin nəticəsini get-gedə artıq. Burada hər bir janr səslənir və eyni dediyim kimi hər bir benefisiara xüsusən böyük bir diqqətlə və böyük bir həssaslıqla yanaşma tərtibatı var. Sırf yaradıcılıq, ifaçılıqla iş bitmir. Və bildiyiniz kimi burada çox gözəl sənətkarlar çalışır və hərəsi inanın ki, məqsəd yönlü, içi mən qarışıq olmaqla hər zaman bura böyük bir sevgi ilə gəlirik, istəklə gəlirik. Hətta belə deyərdim ki, elə benefisiarlarımız var ki, çox yüksək səviyyədə və eyni zamanda böyük bir istedada malik olan bir insanlardır ki, onlarla hətta belə deyərdim ki, gecikirik biz. Yəni, vaxtı ikən bunu, indi rəhbərlik, dövlət rəhbərliyi sağ olsunlar ki, belə bir mərkəz açıblar, bu uşaqlar üçün belə bir şərait yaradırlar. Amma mən düşünürəm ki, biz musiqiçilər, yaradıcı insanlar, mədəniyyət sektorunda olan dərhal insanlar gecikirlər. Mən onu məqsəd qoymuşam ki, bizim benefisiarlarla dünyada keçirilən festivallarda, düzdür, biz sırf benefisiarlar üçün yaradan festivallara getməyəcəyik. Mən düşünürəm ki, elə bir səhnəyə çıxacaq dünya miqyasında. Çünki bu böyük bir təcrübədir. Həm benefisiarlar üçün, həm işçilər üçün, yəni sənətkarlar üçün. Bizim məqsədimiz birdir. Gələcək üçün biz bu benefisiarları Azərbaycanın sənətkarları qismində görürük. Davam edirik.
Elnarə xanım, İsmayıllıda da bu mərkəzin bir dost evi filialı fəaliyyət göstərir. Az öncə bəzi layihələrin adını çəkdiniz, qeyd elədiniz, amma mənə maraqlıdır. Bölgədə olan şəxslər bu imkanlardan nə dərəcədə faydalana bilir və ümumiyyətlə bu mərkəzin bölgələrə yayılması ilə bağlı hansı işlər görülür? Hər bir fərdin bərabər və tam hüquqlu cəmiyyətin bütün proseslərə cəlb olunmaqdır və bütün xidmətlər əlçatanlı olmalıdır. Əlbəttə ki, biz bu konsepsiyanı bizim regionlarda da təşviq etməkdə maraqlıyıq və elə bu məqsədlə də bizim İsmayıllıda Dost evi filialımız artıq 2 ilə yaxın fəaliyyət göstərir və orada da həmçinin mərkəzdəki kimi eyni istiqamətdə, yaradıcılıq istiqamətdə təlimlər təşkil olunur və həmçinin də təlimçilər və benefisiarlar, yəni benefisiarlar hansı qaydada qəbul olunurlar, qiymətləndirmə komissiyası əsasında, bu da müraciətlər əsasında olur və dost mərkəzlərinə müraciətlər olunur və Sosial Xidmətlər Agentliyinin yerli artıq mərkəzlərinə müraciətlər daxil olunur, emal olunur həmən o müraciətlər və həmən o şəxslər dəvət olunurlar komissiya, qiymətləndirmə komissiya. Proses bütün həm mərkəz, həm də filiallar üçün eynidir və Dost evi İsmayıllı regionunda olduğu üçün ətrafdakı regionlarda da həmən müraciətlərə daxil ola bilər və oradakı olan vətəndaşlar, həssas əhali qruplardan biz indi onları nəzərdə tuturuq və özlərində yaradıcılıq potensialı, məsələn, bildiyi halda dəvət oluna bilərlər və müxtəlif təlim istiqamətləri üzrə həmən təlimlərdən yararlana bilərlər. Və bundan da yanaşı bizim bu ilin əvvəli Qarabağ regionundakı olan bizim bir şöbəmiz də açılıb, indi hazırda fəaliyyət göstərir. Bu yeni də bizim uğurumuzdur və mən əminəm ki, biz həmən konsepsiyanı ümumiyyətlə region üzrə, bütün regionlar üzrə, ölkəmizin digər regionları üzrə bu konsepsiyanı təşviq edəcəyik. Və əlbəttə ki, bizim həssas əhali qruplardan olan vətəndaşlarımız biz dediyimiz təlimlərdən də yararlana bilərlər. Həmin mərkəzdə olanlar həssas əhali qrupuna daxil olan şəxslərdir və onlarla işləmək xüsusi diqqət, məsuliyyət tələb edir. Bu məsuliyyətin nə dərəcədə fərqindəsiz? Yaradıcılıq potensialı biz deyirik, amma həssas, siz düzgün qeyd etdiniz ki, həssas əhali qrupları biz nəzərdə tuturuqsa, burada mən sada aldığım sırasından ən əksəriyyəti elə əlilliyi olan şəxslərdir və bura müxtəlif diaqnozlarla və həm fiziki məhdudiyyətli olan və psixi xüsusiyyətli olan bir şəxslərimiz də bizə gəlib mərkəzdə təlimlərdən yararlana bilərlər və bu prosesləri ümumilikdə tənzimləmək üçün bizim mərkəzdə multidisiplinar bir departament biz ona deyirik və həmən multidisiplinar departament bu həm sosial pedaqoji, həm sosial psixoloji dəstək göstərir. Burada həm sosial işçilər, yəni bizim mütəxəssislərin sırasında sosial işçilər, psixoloqlar, loqopedlər, defektoloqlar, surdo tərcüməçilər kimi bax belə bir mütəxəssislər işləyirlər və bütün proseslərdə, yəni case management əsasında fəaliyyət göstərirlər. Və hər bir benefisiarları əslində onlar qəbul edirlər. Birinci, onlar qəbul edirlər və bütün proseslərdə, artıq təlim dövrü proseslərində onları müşahidə edirlər, öz qeydlərini aparırlar və burada terapiya, yəni artıq hansı bir problemlərlə rastlaşırlarsa, terapiya metodları var və bundan əlavə həm benefisiarlarımıza, həm onların valideynlərinə, yaxınlarına, təlimçilərə belə bir təlimlər keçirilir, xüsusi təlimlər keçirilir ki, həssas əhali qruplardan olan vətəndaşlarla ümumiyyətlə necə rəftar etmək, necə ünsiyyət qurmaq, necə onları bəlkə də maarifləndirmək ki, onlar özləri rahat hiss etsinlər və doğrudan da bu bacarıqlara yiyələnə bilsinlər. Və bizim ümumiyyətlə hər bir proseslər eynisi bizim regionlarda da tətbiq olunur və orada da belə kimi mütəxəssislərin olması yəni vacibdir və biz onu nəzərdə tuturuq. Bununla yanaşı bir şey də mən qeyd etmək istəyərdim ki, bizim üçün ən vacibi nədir? Yəni biz həmçinin də bizim benefisiarlarımızın məşğulluq proseslərinə də toxunuruq. Və bizdə uğurla bitirən benefisiarlarımız artıq regionlarda
təlimçi qismində fəaliyyət göstərirlər və bilikləri, artıq öz biliklərini oradakı olan benefisiarlarda bölüşürlər. Və əlbəttə ki, biz işlə təmin olan proseslərdə həssas əhali qruplardan olan, xüsusilə əlilliyi olan şəxslərə doğrudan da üstün veririk. Və bəlkə də bunu da xüsusi qeyd etmək istəyərdim ki, bildiyiniz kimi bizim ölkədə müxtəlif mötəbər tədbirlər keçirilir. Məsələn, keçən il bildiyiniz kimi COP29 çərçivəsində bizim mərkəzdə təmsil olunmuşdu və gözəl bir konsert proqramı, bizim benefisiarlarımız gözəl konsert proqramı hazırlamışdı. Uğurla da çıxış etmişdilər. Bununla yanaşı sərgi də təşkil olunmuşdu və oradakı qonaqlar bildiyiniz kimi artıq faktiki bütün ölkələrdən təmsil olunan qonaqlar bizim Yaşıl Pavilyondakı olan konsertə gəlib doğrudan da böyük maraqla bizim benefisiarlı qarşılanmışdılar. Bu bizim uğurumuzdur. Çünki həmən bu tədbirlər çərçivəsində verilən çağırışlara biz də mərkəz olaraq öz töhfəmizi vermək istəyirik. Və bütün proseslərdə biz aktiv olaraq cəlb olunuruq və mən əminəm ki, gələcəkdə də biz öz fəaliyyətimizi bu sahədə genişləndirəcəyik. Suallarım bu qədər idi. Cavablar üçün çox sağ olun və yeni məsuliyyətiniz münasibəti ilə də istəyirəm sonda sizi təbrik edim və əminəm ki, biz bu studiyada sizdən tez-tez görüşəcəyik. Böyük məmnuniyyətlə təşəkkür edirəm ki, dəvət etdiniz. Çox sağ olun. Təşəkkürlər. Belə, Obyektiv efirdə idi və qeyd edim ki, qonağım Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsarə idi. Məndən hələlik bu qədər, amma realda xəbər axını davam edir.